Salam əziz və hörmətli dostlar, xoş gördük. Mən bu gün 3-cü gündür, 4-cü gündür ki, bu gün əlbəttə gəlmişəm, amma 3 gündür eləyə bilmirdim live qoyan və kitab oxuyan, kitabda oxumurdum, yəni doğrusunu desək, neçə gündür. Bu günləri də bundan belə ki, həm yorğunam, həm də biraz məris halam, amma yenə dedim ki, bir az da olsa oxuyayım. Bundan belə ki, geç başladım bu günləri. Biraz olsa da kitabdan oxuyaq. Unutmayaq ki, kitab oxumağı bir adətə çevirmək olsun bizdə. Kitab ki, oxuyuruq adı Sümürgəçiliyin portresi və sümürgələşdirilənin portresi. Bu kitab 64 il bundan, 54 il bundan öncə yazılmış. Mən doğulmamışdan bir il qabaq ya sonra yazılıbdır. Beləsi yadımda qalır. Albert Məmidi kitabın yazanı Tuneslidir və bu gedibdi bir zaman Fransada dərs oxuyubdu. O zaman ki, Fransa'nın müstəmirəsi idi Tunes, sümürgəsi idi. Gedib orada dərs oxuyubdu. Sonra da vətəninə qeydəndə görüb ki, millət inqilab ediblər və Fransəlilərlə savaşırlar. Fransəlilər onları çox öldürür. Bunlar da az öldürürlər Fransəlilərdən. Amma öldürəndə, o az öldürən zaman hamı bunlara deyir, siz terroristsiz. Və millətin istəklərinə zadına diqqət edir, görür ki, millət nə istəyir. Bu kitabı yazır. Bu kitab çox önəmli kitabdır sümürgəçilik tarixində, istimar və müstəmirə tarixində. Mən Azərbaycanda tüm çalışqanlarda, hər sahədə çalışırlar. Qanun əsasçısı olalar, İrancı olalar, pan-İranist olalar, pan-Farsi olalar. Baxmayaraq, türkçü olalar, millətçi olalar, istiqlalçı olalar, ya federalçı olalar, ya turancı olalar, iki Azərbaycan bir olsun, türk millətləri, hangisına inanırlar, inansınlar, önəm daşımır. Önəmli budur ki, bu kitabı oxumağa dəvət edirəm. Necə ki, bu kitabı oxumayıblar, onların mənə belə gəlir ki, milli düşüncələri ya çox zəifdir, ya da İrançılıq sistemi altındadır, farsçılıq sistemi altındadır. 73-cü səhifənin ortasından əslində 2-ci paragrafdan başlayır. Çünki bu kitab bu səfə 3 paragrafdan ibarətdir, 3 bəndidən ibarətdir. 2-ci bəndidən başlayırıq. İnsanları buna inandırdığı bir anlamda doğrudur. Bir anlamda, bir mənada insanları ki, buna inandırır ki, məsələn, sümürgəçilər üstün fərhəngi sahibidirlər, üstün tarix sahibidirlər, üstün dil sahibidirlər, üstün filan sahibidirlər. Deyir ki, bu bir anlamda insanları bu iddialara adlandırmaq, inandırmaq nə mənədir? Doğrudur, düzdür, düzgündür. Ən gözə çarpan simgələri ölkəsinin qudrətinin ən çarpıcı göstərilərini sevər. Deyir ki, simgə usturədir. Ən gözə çarpan simgələrini, yəni o çox gözə dəyən usturələrini. Məsələn, nə mənədir farsların ki, deyək ki, Şahnamədir, Firdosidir, fars dilidir, ondan sonra İrançılıqdır. Bunlar onların əsli usturələridir, simgələridir. Simgə, yəni usturə. Usturə dostlar, məsələn, Şahnamə hətta desək düzdür. Yəni, mən qəbul eləmirəm ki, Şahnamə qədimdir. Şahnamənin çox ömrü olsa 150 il ömrü var. Yəni, çox ömrü olsa 150 il ömrü var. Ola bilər nağıllar var imiş. Bizim də çoxlu nağıllarımız var, sinədən siniyə gəlibdir. Ola bilər farslarda bir nağılları var imiş. Amma bu nağıl Şahnamə dedikləri kitab deyil. Bunun çox ömrü olsa, çox uzun olsa 120 il, 130 il, 150 ildən çox ömrü yoxdur. Bu kitab Tehran ləhcəsi ilə yazılıb, taza farsı ilə yazılıbdır və geçmiş ləhcələrə, tarixə ilgisi yoxdur. Bu, onların bir simgəsidir. Birisi nədir? Ölkəsinin qudrətinin, biz qudrət deyirik da, qudrətinin qudrətinin ən çarpıcı göstərilərini, onların güclərinin, dövlətinin, o farsların, ölkə olur farsların öz torpaqları. Əlbəttə, farslar özlərin bir millət, qovm və bir torpaq sahibi tanımırlar. Dostlar, bunu mən televizyonda, bu
bu termi yaratmağa çalışdım ki, bir Farsistan var. Amma sonra ki bir neçə farsı gətirdik Günas TV-də bərnaməyə. Mən bu nəticəyə yetişdim ki, mən səhv edirəm. Farslar çox taza mühacirdirlər bu torpağa. O qədər taza mühacirdirlər ki, özlərin torpaq sahibi bilmirlər, özlərində bir millət bilmirlər. Bunun üçün mən elə orada da dedim ki, sabahları, yəni canlı o adam da qonağımız olurlar, dedim ki, bu inan fikirlə onda da bu şeyi gətirmişdik. Kərəmi adlı o panfarsı gətirmişdik. Yaxşı da bir insandır, demirəm pisdir, amma hər halda panfarsdır, pan-İranistdir. Onu gətirmişdik. O bu iddianı dəfələrcə təkrar eləmişdi. Bir dəfə təkrar eləyəndə mən də dedim ki, indi sabahları məmləkət qarışsa, hər kəs haranı alsa, ora onundur. Xüsusən farslar oturan şəhərləri hangi millət işğal eləsə, farslar deyə bilməzlər ki, bizimdir. Çünki Fars adında o zaman ki, bir millət yoxdur, bir qovm yoxdur və torpaq da yoxdur. Bunlar pəs burada qonaq gəliblər. Eyni elə bir ki, indi məsələn Avropada, Amerikada, Kanadada bir çox şəhərlərdə məsələn İtaliyai şəhərlər var. Bura İtalyalıların da, amma gedirsiniz də burada Chinatown var, Çinlilərin şəhəri. Yəni Torontonun içində bir dənə böyük məhəllə də adı Chinatown-dır. Ya bir yerə gedirsinizsə, bura deyirlər Little Italia, Cıqqılı İtaliya. Ya məsələn İranlılar məsələn mən olan bölgədə Richmond Hill'dədirlər məsələn. Amma heç kəs buranı demir ki, bu Richmond Hill'ə gəldikləri üçün bura Richmond Hill'in bir parçasıdır, ya bunlar İranlılar ki, burada torpaqlarıdır. Bunu demirlər. Hamısı deyir ki, biz bura gəlmişik, burada vətəndaş olmuşuq, buranın imkanlarından faydalanacağıq. Amma eyni halda özlərinin İranlı da bilirlər, Kanadalı da bilirlər, məcburdular. Çünki bilməsələr buradan ixrac olmaq ehtimalı var. Ölkəsinin qüdrətinin ən çarpıcı göstərilərin ən çarpıcı göstərici nə mənədir? Yəni o işi gözə çox çarpır. O işi görsənir. Ordularının gücüdür. Sipah-pasdarandır, ərteşdir, təyyaralardır, topdur, tancıdır, polisdir. Bunlar ən çarpıcı gücləri budur, feilən. Bundan sonra musiqiləri yoxdur, rəqsləri yoxdur, bir də şahnamələri var. Yəni şahnamədir. Şahnamədə Hafizli Sədidir. Bunları qoysan kənara bir şeyləri yoxdur. Yəni bu 3 dənə adamı qoysan kənara ki, bunların üstündə manor verirlər, bir şeyləri yoxdur. Dedim, bunlar da çox modern yazıdır. O qədər moderndir ki, bunlar məsələn bəllidir ki, Tehran ləfzəsi ilə yazılıbdır. Yəni Farsın hər halda bir şair öz mahalının, öz millətinin dili ilə danışar. Tehran ləhcəsi məsələn keçən 100 ildə, 150 ildə nəhayətdə ən sonu. Yəni nəhayəti budur ki, Qacarlar oranı Tehran eləyəndən sonra yavaş-yavaş ora farslar yığışandan sonra orada bir fars ləhcəsi başlayır tapılmağa. Tamam. Bunları bir çox sevər da, yəni bu simgələri və ölkəsinin qüdrəti göstərən bir şeyləri çox sevər. İndi deyəcək ki, nələri, çox cəlibdir. Deyir ki, tüm əskəri törənlərə qatılar. Deyir, tüm əskəri ordunun manorlarına, dəryanlarına, hər şeyini qatılar. Əskəri törənlərə, törən dostlar, sünnət, adab, rusum, ordu hər nə iş görsə. Yəni, məsələn, deyək ki, bu günləri rejə gedir, bu günləri bir manor verir. Bunlara deyir, qoşular. Ən sıx və ayrıntılı olanlar ayırıb bunlar. Deyir ki, məmləkətinə görə, ordusuna görə, ən sıx, yəni tez-tez olan, tez-tez üz verən işlərin, şeylərin və ayrıntılı, onların cüz'iyyat, ayrıntılı ərəbcəsi cüz'iyyatdır. Və onların cüz'iyyatı, indi detail sözü gəlibdir, o da latincə, ingiliscədir. Detail cüz'iyyatın, yəni ayrıntıların, onları arayıb bunlar. Deyir, onların cüz'iyyatlarını axtarıb tapar. Yəni o ordunun, məsələn, nə cür giyinəcəklər, nə cür duracaqlar, böyükləri nə cür qoyacaq, əllərin hərəkətində addımın, hangi addımını əvvəl götürəcək, nə qədər göyə gətirəcək, nə cür vuracaq, nə cür o birisi ayağını götürəcək, əlin nə cür qozuyacaqdır, nə cür daldan, sağdan sola, soldan sağa dönəcəkdir, ya tüfəngini inəcək. Deyir, bunların hamısını axtarar şeylər. Diqqətlə və göstərişlə geyinərək. Deyir ki, çox diqqətlə və göstərişli. Yəni, bir cür geyinər ki, gözə çarpsın bunun o nizami paltar ki, giyəcəkdir. Bu cür bir adamlar çox sevərlər nizami paltarı.
ordu paltarın, əskərlərin paltarını çox sevərlər. Deyir ki, diqqətlə və göstərişli giyinərək, çox belə göstərişli filan giyinərək neynərlər? Kəndi payına o da katılır. Deyir, kəndi payına, özü əndazəsinə, öz qədəri qədər, öz gücücə, kəndi payına, yəni öz payına düşən qədər, səhmi olduğu qədər, o da neynər? Ona əskəri şeylərə, dedi ki, göstəricilərə qatışar. Ya törənlərə qatışar. Törən çox mərasim dedik da. Yəni, indi bu hardan gəlir, nə tür gəlir orası. Orduyu və ordunun gücünə hayranlıq duyar. Deyir ki, orduya, diqqət buyurun, bir müstəmirəti nə cür olur? Əlbəttə, hər vətənpərvər öz vətəninə belə olmalıdır təbii ki. Amma müstəmirədə danışır. Məsələn, indi Təbrizdə rejə gedəcəkdir, ərteş, sipah, bəsit, nə bilim, nə mənə. Bu adam onları neynər? Deyir, belə baxar. Ordu və ordunun gücünə hayranlıq duyar. Ordunun özünə, ərteşə və onun gücünə heyranla baxar, həsrətlə baxar. Mən də bunlardan olsaydım, mən də bunlar kimi giysəydim, mən də bunlar kimi şey eləsəydim, adam öldürsəydim, cavab verməsəydim. Uniformalara böyük bir saygı duyar. O ərteşi, ordu paltarlarına böyük bir saygı, hörmət, ehtiram duyar, hiss elər. Öz içindən o paltara belə bir hörmət qoyar. Çox adamlar bu paltarlara çox əcib bağlıdırlar və bunları qorurlar. Məsələn, mollalar. Dostlarım biri bir gözəl bir şey yazmışdı mollalara görə. Mən bunu inandım. Yazmışdı ki, ərəblər axı əmmamə qoymurlar başına. Peyğəmbər niyə əmmamə qoyar başına? Ərəblər qoymayandan sonra Peyğəmbər məsələn özlüyündə bir şey çıxmışdı. Yəni bir paltar giyirdi ki, ərəblər onu giymirdilər. Vaqiiyyət dostlar budur. Mən burada hindilərlə çox işlədim. Tıraq sürəndə, yəni treli sürəndə. Bu tıraq işi və benzin işi Kanadada hindilərin əlində. Demək olar ki, %90'ı hindilərin əlindədir. Hindi deyəndə dostlar, sizin zehninizə fikir edirəm əmmaməli adamlar düşür da. Onlar Hindistanda 6-7 milyondan çox deyirlər. Mən bir 20 il bundan qabaq bir kitab yazdım. Onda bunların sayı 6 milyon yarım idi. İndi bəlkə onlar 7 milyon, 20 ildə 8 milyon bu həddə, yəni çox olmaz. Onlar bir dindilər, taza dindir. 650 illik, indi məsələn 20 ildə qoysa 670 illik bir dindir. Ərz edeyim xidmətinizə. Adı da Sikh. Sikh'in də adı yəni təmiz, salim. Əgər iştibah eləməsən. Adların da çox adamın da adı bundan alınıb. Yəni şöhrətlərin, adların heç, familiyaların burcüsü düzəldərlər. Yəni bu din əsas, dinə bağlılar. Hamısının görürsən bir sinki var. Bir də mən bir dəfə bir ustadım var idi, mənə Kireli ustadımız idi, o öyrədirdi kollecdə. Ona soruşdum ki, bu singin mənası nədir? Çünki onun özünün də adı sing idi. Dedi ki, bunun adı düşüncə və elmidir. Məsələn, siz bunları çox görərsiniz. Yəni, hindilərdə bu əmmuəməllər. Niyə? Bunlar iki şeyə inanırlar. Güc və ölüm. İki şey dünyada, hər şey də yalan olsa, iki şey yalan deyil. Biri güc, biri ölüm. Gücü ələ gətirən bebax ölər. Güclə savaşan gec ölər. Ya da ölməz. Yaralanır, amma ölməz. Amma gücsüz adamı rahat öldürərlər. Misalı, qoyunlar rahatca öldürə bilirik biz. Amma biz şeri öldürənmərik, canavarı öldürənmərik. Bilirsiniz niyə? Çünki bunların gücü çoxdur. Canavar deyil, ayıdır, şerdir, qaflan falan. Bunları öldürə bilmərik. Doğuzdur falan. Amma gəldi yetişdi məsələn qoyuna, rahatca, toyuğa, cücüyə. Bunlar nə qədər məzlumlaşsa biz o qədər rahat öldürürük. Məsələn, qurtquş ayaq altında qalan qurtquş, milçək deməyək. Milçəyə də zorumuz çatmır, çox sürətlə uçur, sürəkli uçur, hızlı uçur, sürəkli olmaz. Sürəkli yəni dalbadal, hızlı yəni sürətli. Bir yol. Amma məsələn, pıs-pısladan, nə bilim, bu cüzlü bir şeylər ki, ayaq altında əzəbillik, biz əzirik və hamam qurdu, böcəklər də. Bunları əzirik və
Niyə? Onlar gücsüzlə biz güclüyük. O da çox önəmli bir şeydir. Pəs insanlar nədəndir? Çünki gücdən xoşlanarlar. Gücə təslim olarlar. Ərəblərin misalı var, deyir ki, ərəblər də ən-nasu əla dinə mulukihim. Millət, umum millət, xalq, küçədə, bazarda yaşayan insanlar, dövlətə işləyən insanlar, bunların hamısı əla dinə mulukihim. Şahlarının, hakimlərinin, məliklərinin dinində olarlar. Onlar oğru olsalar, millət oğru olar. Onlar əyri olsalar, millət əyri olar. Onlar düz olsalar, millət düz olar. Onlar müsəlman olsa, müsəlman olar. Şiə olsa, şiə olar. Cəfəri olsa, cəfəri olar. Yəhudi olsa, yəhudi olar. Komünist olsa, komünist olar. Bunun nümunəsini də biz yaşadıq. Bu az ömrümüzdə biz gördük ki, Ruslar və Rusa bağlı olan ölkələr işğalında, Rusiya işğal elədiyi torpaqlar, o cümlədən Azərbaycanlılar, Türkmənlər, Qırğızlar, filanlar ki, müsəlman idilər. Bunlar hamısı 5-10 günün ya 5-10 ilin içində oldular komünist. İfrati komünist oldular. Çünki gördülər o komünist olmayanı burada tuturlar, salırlar zindana, göndərirlər Sibiriyə, öldürürlər filan bəhmə. Hamı çöndü, əladini mulukihim, çöndülər Leninə və Stalinə, o nə cür deyir, biz də o cür olaq, təslim oldular. Sonra da Rus yıxılan kimi hamısı birdən döndülər, yenə müsəlman oldular, Məsih oldular. Məsələn, Rusların özü əcib, çox əcib iki şeydə ifrat edirlər. Biri Məsihiçilikdə, yəni çox Məsihidirlər, çox ifrati Məsihidirlər, yəni Avropada, Kanadada Məsihilər, məsələn, onlar kimi Məsihi deyirlər. Yəni, Buluçi şərqindən gələn, komünist altından qurtaranlar. Bir də çox arayiş elirlər, yəni arvadları, xanımları əcibə iğraq elirlər bu özlərin bəzəmaqda. Bu da o şeydir ki, biz bunu təcrübə elədik yaşamda. İnsanlar gücə heyrandırlar, gücdən qorxarlar, gücə təslim olurlar. Biz özümüz də bunu yaşamışıq 3 kərə ən azı. Biri Şeyx Məhəmməd Xiyabani dövründə yaşamışıq. Farslar güclü olublar, gəliblər bizi əziblər, dövlətimizi sındırıblar, 6 ay sonra dövlətimiz aradan gedibdir, məmləkətimiz, ordumuz yox olubdur. Biri Pişəvəri dövründədir, yenə də bir il burada hökumət qurmuşuq, bir ildən sonra gəliblər, onlar güclü olublar, bizi yıxıblar və bunların dalısından biz hər nə qədər şey yıxılmışıq, farslaşmışıq. Farsdan çox qorxmuşuq, çox təslim olmuşuq. Və biri də inqilabdan sonra Ayətullah Şəriət Mədarinin hərəkatındakı çox İrançı idi, Tatürkçü hərəkat. Elə onda da biz görürük ki, Cəfəri məzhəb ilə Şiə məzhəb gəlirlər üz-üzə. Qanuni əsası məsələsində ən görkəmi o qanuni əsası məsələsidir. Elə bu ki, Ayətullah Şəriət Mədarinin tərəfdarları ilə Xumeyninin tərəfdarları savaşırlar və bu savaş indi bu günəcən ki, ələn mən sizinlə danışıram, üstündən 43 il geçmağına baxmayaraq davam edir. Yəni bu günləri onlar deyirlər ki, mərc, bər, zidd, vilayət-i fəqih İranda təhtə millət, təhtə inancı ki, vilayət-i fəqihin qabağında durdu, Cəfəri məzhəblər idi, yəni türklər və türk insanı. Bunun bəlkə bizlər analiz eləməmişik, təhlil eləməmişik ki, nədən vilayət-i fəqihdə müşkilə dəydilər. Mənim nəzərimcən vilayət-i fəqih o kontaktin, o bir-biri ilə qarşı durmağın ən zirvə məsələsidir. O bunu göstərirdi ki, bunlar kiçik məsələlərdə də bir-birləri ilə müşkilləri var. Amma kiçiklərdə bəlkə sülhə gedə bilərdilər, bəlkə bir-birlərini bağışlardılar. Amma onda bağışlamadılar bir-birləri. Və bu, iki dana millətin bir-birinin üstünə durmağa oldu. Azərbaycanlılar yenə şikəst yedilər, türklər şikəst yedilər, Cəfəri məzhəblər şikəst yedilər, şiələşdilər, qorxudan. Ən-nasu əla dinə mulukihim dəqiqən burada da çıxdı. İndi burada da bu bunu deyir ki, nişan və medalyalara qıptayla bakar. O fərmandehlərə İran dövləti bilirsiniz gətirir. Brainwash'ın neçə dana yolu var. Brainwash, beyin yıxamanın. Biri tənbihdir. İşdən ixrac edirlər, iş vermirlər, danışqaha qoymurlar, dərs oxusun. Bunlar tənbihdirlər. Nümrə, məsələn, gəlir əşayi olur, təcdid, rədd. Bunlar tənbih özü ağır. Həbs əbəd kimi bir şeydir tənbih. Həbs əbəd, rədd məsələsi həbs əbəd kimi bir şeydir.
Yəni siz fikir eləməyin ki, bir dənə uşağa desən edam olacaqsan, o qədər narahat olar ki, heç bəlkə narahat olmaz, çünki edamdan düşüncəsi yoxdur. Amma bu 9 aldın, 10 aldın, 11 aldın, 12 aldın, 13 oldun, rədd oldun deməkdə ona edam kimi bir hökmdür. Diqqət buyurursunuz, bu cür deyil ki, çünki uşaq elə bunu düşünür. Uşaq ölüm bilir nədir? Bilmir ki, ölüm nədir? Bildiği budur ki, mən rədd oldum, dədəmlərə məndən narahat olacaq, əsəbani olacaqlar, vuracaqlar, döyəcəklər, yoldaşlarımın yanında baş aşağı olacağam, utanacağam, bir il ömrüm hədərə getdi falan. Bunları uşaq düşünür, buradan izafi düşünmür. Siz ona hökm edam verirsiniz, baş tapmaz yerinə mənə. Mütəvəccüh olursunuz. Bunun üçün brainwash'ın biri tənbihdir. Biri də təşviqdir. Bunun qabağında 20 nömrə verirsiniz, yəni təşviq olur. Bunu təşviq edirsiniz. Buna bir caizə verirsiniz. Mədrəsədə bunu çağırırlar, səhvin qabağına bir caizə verirlər. O birislərə deyirlər ki, buna tay olun sizdə. Hamı da deyir, çaş da mən də medalalı idim, mən də Məşədə göndəriydilər, məni də Tehrana aparaydilər. Yəni burada bir riqabət, içdə bir riqabət görürsən, mən nə qədər ona bənzəyə bilirəm. O nə olubdu, belə olubdu, mən də o cür ola bilsəm. Mən də yaxşı hifz eləyə bilsəm, mən də yaxşı şuar verə bilsəm, mən də yaxşı Quran oxuya bilsəm, mən də yaxşı Xümeyni ya Xümeyni desəm, Xümeyni imam ya Xameni imam desəm. Bu cür mən də yaxşı, məsələn, hicabım olsa, məni də aparsalar, nədir o mənatiq-i cəngiyə. Bunlar o brainwash'ın bir ayrı mərhələsidir. Yəni, önəmli mərhələsidir. Və bu toplumda da gedir. Toplumda da bir millət mücazat olandan sonra onlar ki, ölməyiblər, ölənlər, tutulanlar, təbid olanlar bunlara deyir ki, siz bu cür olmasa siz də o cür olarsınız. Onlar ki, təslim şeydilər, tutulmayıblər, edam olmayıblər, təbidə getmirlər. Bunlar çalışırlar ki, çox dövlətə əlamulu kimi, o mülkə bənzəyələr ki, başların üstündədir. Onun dinin, onun dilin, onun gəlgidin, onun oturuşun, duruşun, geyişin, gəlişin, bunların hamısını eləyərlər ki, nə qədər çox onlara bənzəsələr, özləri fikirlər ki, çox daha şey qazanırlar. O cür ki, bunu mən yaşadım özümüz. İnqilabın əvvəlində səqqəl adamlar qoyurdular ki, səqqələ görə eşikdə tutulmasınlar. Hamı bərabər deyirdi buna görə ki, məsələn, deyirsin, mən bəsidiyəm. Yəni, bəzi kəlmələr, mən bunu işlətsəm, mənə hesar, dövrəmə hesar tutar, məni farsçılar, İrancılar, paslarlar, Xümeynicilər tutmazlar. Hətta görürük ki, Ayətullah Şəriət Mədarinin mollaları, o mollalar ki, Ayətullah Şəriət Mədarinin, hamısı ya özləri əmmamələrini götürürlər, qoyurlar yerə, ya dövlət deyir, götürün, qoyun yerə, Xümeyni tərəfi deyir, götürün, qoyun yerə, dadqaq deyir, ya da ki, əsən çönürlər Xümeyniyin, Ayətullah Şəriət Mədarinin əleyhinə, Azərbaycanın əleyhinə şuar verirlər, girirlər Azərbaycanlıları edam edirlər. Məsələn, Musəvi Təbrizi. Bizim Musəvi Təbrizdən videolarımız vardı. Məqbərə məclisində deyir ki, mən əgər İnqilabda, 56-da, deyir, əgər mən almanı yiyəm, yarısı əlimdə, yarısı ağzımda çeynirəm. Ayətullah Şəriət Mədarı desə ki, haramdır, ya məkruhdur, mən bunu ağzımdakını tökərəm yerə, qarnımdakını da qusaram. Bu qədər. Amma elə ki, Rey şəhri gəldi, Ayətullah Şəriət Mədarini döydü, sonra da təbid elədilər, sonra da adamlarını öldürdülər, çıxdı, gəldi Təbrizdə Ayətullah Şəriət Mədarinin tərəfdarların mühakimə eləmədən hərəsindən adın nədir, şöhrətin nədir və Şəriət Mədarı tutsan ya yox. Soruşub edam elədi. Sonra getdi oldu Dadistanı kulli inqilab. Musəviyə Ərdəbili bunlar. Bunlar hamısı qorxunun şeyidir. Ən-nasu əla dini mulukəhəm. Siz bu çox böyük belə bir misaldır, təcrübədən ərəblər qalxıblar. Bu bunu göstərir ki, ərəblər İranlardan çox ağıllı, çox düşüncəli, çox kültür, çox fərhəng, çox təməddün sahibidirlər. Çünki hər dilin özünən o düşüncəsi, millətinin düşüncəsi böyüklükdə bir kültür yaradar, bir atmosfer yaradar. Yəni millət o düşüncəni yaradar. Əgər bir millətdə o cür bir düşüncə yoxdur, yəni ki, onlar hökumətləri yox imiş. Farslarda belə bir şey olmadığı üçün, ən-nasu əla dini mulukihim, yəni ki, Farslarda hökumət olmayıb ki, bilələr, təcrübə eləyərlər ki, insanlar şahlarının, rəhbərlərinin dininə gedərlər. Hətta bizim indi bəzi türkçüləri mən baxıram, məsələn deyir ki, bizim rəhbərimiz olar.
Mən demirəm rəhbər olmasın, amma rəhbər bu anlamda deyil ki, bir nəfər mütləq ənan Xameneyi kimi başda ola qalanlar da o biz. Yox. Bir dənə prezident 4 illik rəhbərdir. Amma prezident də adı rəhbər deyil. Onun adı rəis cümhur ya rəhbərdir. 4 illik, 3 illik, 2 illik, 1 illik, hər neçə illik, 10 illik, 5 illik zamanı var. Bu zamanın içində o götürə də bilərsiniz. Amma bizim bəzilərimiz deyir ki, yox, mən lider olmaq istəyirəm. Lider olmaq istəyirəm, yəni ki, madamul ömr, mən gərək ömrüm neçə ki deyirəm, mən gərək bu moqiyyətdə qalam. Bu dəqiqən o ülgü götürməkdir fars sistemini bizim hərəkatımızda. Mütəəssifanə, normalda elə bu dostlarımız var, danışırdıq, Oğuz bəyinlə məsələn biz danışırdıq. Çoxlanlar, 2 il zat bundan qabaq, 3 il bundan qabaq, Covid gəlməmişdən qabaq danışırdıq. Məsələn, millətlər o şeylə mübarizə elərlər ki, düşmənin əlində var. Yəni, onu öz əleyhinə işlədərlər. Çünki ayrı bir şey tanımırlar. Məsələn, biz çalışırıq, fars dilin öz əleyhlərinə işlədək. Fars tarixin öz ziddlərinə işlədək. O şey ki, biz öyrədiblər. Bu, o deməkdir. Hər halda çox uzatdım, bunu getdik kitabımızdan uzağa gələk. Deyir ki, bu cür bir adamlar, farslar məsələn, ya o adamlar ki, dövlətə işləyirlər Azərbaycanda, ya Bəluçistanda, Əl-Əhvazda, ya Türkmən Səhrada, ya Qəşqayistanda, Qəşqayistan iyalətində, bunlar belə bir iş görürlər. Nə edirlər? Deyir ki, orduya və ordunun gücünə hayranlıq duyar, uniformaları, uni, yəni tək, form, şəkil. Uniform, yəni bir şəkildə paltar. Uniformalara, bu latincə sözdür də, yəni uniforma bəllidir, uniforma göndəriblər, biraz türkləşdiriblər. Uniforma nə ediblər? Uniforma. Böyük bir sayğı duyar. Buna çox böyük hörmət şeylərlər, sipah-pastaran. Və bunu qorxu, yəni biz sipah-pastaran çox qorxur, ehtiram qorxu. Yoxsa sipah-pastaranda hörmət qoymağa bir şey yoxdur. Yəni, məsələn, neyiniyiblər ki, bunlara hörmət qoyasan? İnsan və nişan və medalyalara qıptayla baxar. O nişanlar, caizələr ki verirlər, medalyalar ki verirlər, bunlara qıpta həsrətlə baxar. Qıpta ərəbcə söz, türkcəsidir. Bunun fikir qıpta özü də ərəbcədir. Elə həsrət də, bunların ikisi də ərəbcədir, baxar. Burada alışkanlıkla prestij politikası dediğimiz diyor ki bu arada bir iki şey var. İki ittifak düşür insanın üstünde. Biri içtimai toplumsal, biri de içsel, duygusal, ehsasi. Nədir? Deyir burada bu yəni bu işdə, bu vəziyyətdə ki bunlara düşür belə olurlar bu uniformiyada da iki dənə illət var. Biri alışkanlıq, adət. Yəni hər gün toplumda, hər zaman ki toplumda bunu görürsüz. Ya görürsüz ki yoldaşlarınız da sizə tay fikirləşir, hamı səqqəl qoyur, hamı məsələn əxəvi, bəradər filan deyir, ya hamı görürsüz ki köynəyi salıbdı şalvarın üstünə, dəmqayı ilə dolanır, ya məsələn Xameneyə deyir ağa filan, əlin qoyur bura, ya sələvat görür, ya təkbir deyir filan. Deyir ki, deyirlər siz buna alışqan, adət elərsiniz. Adət bir şey ki çox təkrar ola, bizim zehnimiz ona adət elər. Buna da ən elmi şey budur. Əgər yadınızda olsa o mədrəsələrdə biz oxuyan zaman, bilmirəm indi var, Pavlovun azmayışı var idi. Ruslu Pavlovun itin üstündə itlərə çörək ağızlarına dəstgah bağlamışlar avırtlarına. Yəni bu ağzının içində bu tərəflərinə, bu avırt dediyimiz buralardır. Bu avırtlara içəri tərəfdən avırt olur, eşik tərəfdən ayrı bir şey. Bu avırtlara dəstgah bağlamışlar. Bunlara məsələn o zaman ki bunlara yemək vermirlər, bunların ağzının suyunu ölçürdülər. Bunlara yemək gətirəndə bunların ağzının suyunu ölçürdülər ki, bunlar yeməği görəndə əti, sümüyü, hər nə ki verəcəklər. Ağızların suyu çoxalır. Biz insanlar da bu cür yemək görəndə ağzımız sulanar. Ona görə də biz su içməsək ağzımız qurur danışanda. Amma yemək görəndə o qədər islanır ki, ağzımızdakı suyu da, yeməği də isladır. Xəmir edir də. İndi bu avırda ölçürdü. İndi bunlar gəldilər bir iş gördülər. Dedilər ki, hər dəfə ki bu yeməği gətiririk itə, bir dənə də burada zingro qoyaq, zəng, zingro.
Biz zingrov qoyaq, bu zingrov biz səsin vuraq. Sonra bunu əti görsədək. Bunlar çörəyi, məsələn, qapıdan girəcəklər, bir dənə zingrov vurdular. Sonra qapıdan girdilər, əti gətirdilər. İlk gördük, bu zingrov vurandan sonra ət gəlir, 2-3 dəfədən sonra. İndi o zingrov vururdular, girirlər içəriyə, ət gətirmirdilər. Yenə itin ağzı sulanırdı. Çünki bu şey olurdu. O adət eləmişdi ki, zəngi çalınanda ət gələcək, yemək gələcək. Sonra dedilər ki, biz bunu əti vermədən zingrovu çalaq, yanında da məsələn bir dənə da məsələn deyirəm, bir dənə dəmiri vuraq, bir dənə ayrı dəmirə, zinc deyirlər Təbrizdə, zinci vuraq. Zingrovu çaldılar, zinci vurdular, geçdilər içəriyə, əti verdilər. Bir müddətdən sonra dedilər ki, indi biz zingrovu kəsaq, zənci kəsaq, məxəyyət bir dəmir qalsın, görək nə olur. Yenə də əti vermədilər içəriyə, zingrovu çaldılar, zingrovu çaydılar və şey oldu. Yenə itin ağzı sulandı. Buna da deyirlər, onun yerinə oturdu, yəni birincinin yerinə. Siz bu işi insanlarda da bunlar görürlər, adət beləsi yaradır. İnsanlarda bir şeyi tənbih eləsəz adət elər ki, məsələn, mən bu işi eləyim ya eləməyim. Buradakı alışkanlıqlar, adət eləməklər, prestij, bir də kilas. Prestij, latincə sözdür, elə gəlibdir, Türkçədə işlənir, prestij, bizdə də işlənir, kilas deyirlər bizdə. Güney Azərbaycanda, İranda prestij deyirlər. Prestij politikaları. Politikalar siyasət. Yəni siz məsələn bu cür giyinəcəksiniz, bu cür danışacaqsınız, bu cür duracaqsınız. Beləsi mən siz bizim böyümüzsüz, nə buyursunuz oldu. Bunlar o şeylərdir ki, ondan alırlar da. O adət elirlər, bunları öyrəşirlər. Bu siyasətə yaxınlaşmağın yoludur. Prestij politikası dediyimiz yalnızca ekonomik bir ilkədən qaynaqlanmaqla kalmayıp bir uzun şeyi vardı parantezi sümürce yaşamının derin bir ihtiyacına da denk düşen bir şeyle karşılaşırsınız. Diyor ki indi bu prestij dediğimiz politika sistemi. Bunu da dedik ona siz həsrət duyarsınız ya onu siz neynərsiniz o şəkildə. Deyir ki indi yalnızca bu prestij kilas qoyduqları sadəcə iqtisadi bir ilkən yəni əvvəliyyə, müqəddəmatı, əsl, paya, qaidə deyil. Bəs prestij sadəcə sərvətə bağlı deyil. İlkən yəni qaidə, usul deyil. Qaynaqlanmaqla, yəni deyir bu iqtisaddan çıxmaq, bu iqtisad öncüllüyü ya qaidəsindən çıxmaqdan əlavə qalmayıb, deyir bundan qalmayıb, deyir nə olar? Sümürcə yaşamının dərin bir ehtiyacına denk düşən bir şeylə karşılaşırız. Deyir ki, bu onunla deyir fəqət iqtisadi şeylərə dayanmaz. Bəlkə sümürcə insanın, yəni məsələn İranda yaşayan türklər, bunlar sümürcə olublar da, deyir bunların sümürcə yaşamının, bunların türklərin Azərbaycanda ya hər yerdə ki yaşırlar, o yaşamın dərin bir ehtiyacına da çevrilər. Denk düşmək, yəni ondan bərabər gələr, denk bərabər olmaq, müsavi olmaq bir şeylə karşılaşır. Deyir ki, belə bir şey, o dərin bir hissiyatla, dərin bir düşün tərzi ilə də şey olar, bərabər olar. Sümürcə insanını etkiləmək kəndisini endişələndirən kurtarmaq kadar önemlidir. Deyir ki, sümürcə insanın, yəni onlar ki, müstəmirə olublar, o insanlar. Dedik ki, insan əvvəl bir məmləkət torpaq işğalı olar, sonra insanların beyni sümürcələşər, sonra məmləkət sümürcələşər. Bizim, yoxsa, məsələn, əgər bizim beynimiz sümürcə olmasaydı, inanın, bir dana çınqıl Azərbaycandan Farsistana tərəf yola getməzdi. Farslılar apara bilməzdilər. Çünki adam ən nəhayət bu düşür, ya gedərəm zindana, o maşını partladardı. Yolu bağlardı.
məsələn, buldozeri ilə keçəndə ya traktoru ilə keçəndə yolu şoxumlardı. Asfaltı şoxumlardı. Amma çünki biz beynimiz sümürcə olub, yolu bağlamarıq. O maşınlar nə qədər daşıyır. Fəqət biz ola baxarıq, cilayə elərik ki, aparırlar. Bizə rəhm eləyin, aparmayın, bizə də bir qram verin. Bizim iddiamız budur ki, məsələn, bundan biraz bizə verin də. Yəni, məsələn, 40 ildə aparmışsınız, bir şey verməmişsiniz. Lütfən gəlin %1 bizə verin, %3 bizə verin. Davamız bunun üstündədir. Sümürcə insanını etkiləmək, sümürcə insanın üstünə əsər qoyar. Etkiləmək, kəndisini əndişələrindən kurtarmaq. Deyir ki, sümürcə insanını əndişə, dedik ki, nigerançılıq. Nigerançılıqdan, əndişələrdən qurtarmaq qədər önəmlidir. Deyir, belə iqtisad məsələsi, prestij məsələsi o qədər önəmlidir ki, nə mənə? O prestij, onun dili, onun tarixi bizim üstümüzə o qədər etki buraxır, o qədər önəmlidir. Ha belə nigerançılıqdan qurtarmaq, biz iş tapacağam, tapmayacağam, danışqaha gedə biləcəyəm, getməyəcəyəm, mən tutulacağam, tutulmayacağam, zindana salacaqlar, salmayacaq. Bunlar o əndişə, nigerançılıq deyir ki, nə qədər ilə bu mühümdür, o prestij də mühümdür. Buna qarşılıq kəndi buna qarşılıq kəndi çürüyən ehtişamını, yükünü ana yurduna yüklədikdən sonra ana yurdun umutlarına cavab verməsini umar. Deyir ki, bunun qabağında, yəni bu hissi ki alır ha, bu dedik ki ordunu neyinir, orduya çox qibdə yiyir, o paltarları giysin, medalları alsın. Sonra da deyir ki, bu bir prestij, iqtisadi prestij, siyasi prestiji vardı və istəyir ki, bu sümürcəçi onu üstə görsün. Deyir ki, indi buna qarşılıq, bunun qabağında nə olur, buna nə düşür? Bunun içində ya beynində nə yaranır? Kəndi çürüyən ehtişamını, özünün o şükuh, əzəmət, böyüklüğü, gözə çarpan bir vəziyyətinin çürümağını görür. Kəndi çürüyən ehtişamını, yükünü, o ehtişamın yükünü, o halda ki çürüyür özü də, onun yükün ana yurduna yüklədikdən sonra deyir ki, mənim bu varlığım, mənim bu savadım, mənim bu işimin yeri, mənim bu ustandarlığım, nümayəndəliyim, bu fərmandarlığım, bu müdir kulluluğum, bu müxarmətliyim, bu su, buradakı su verirəm, bu məndən deyil, bu dövlətimdəndir, bu farslardandır. Yurduna yüklədikdən sonra nə olar? Əvvəl deyir, bunu bağlar ora. Məsələn, farslığa, İrançılığa. Sonra ana yurdunu umutlarına cavab verməsini umar. Sonra da umud elər, umar. Umar yəni arzu elər ki, ummaq əslində arzu eləməkdir. Arzu elər ki, nə olsun? Ana yurdu, vətəni. İndi o İrançılara İran ana vətənidir, farslıq ana vətənidir da. Deyir, o ana yurdundan onun umutlarına, arzularına umar ki, nə yapsın? Cavab versin oradan, bir qarşılıq çıxsın. O bir belə İrançılıq edir ki, onun əvəzini ala. Xülasəsi budur. O bir belə İrançılıq edir ki, ona qarşılıq bir əlinə bir şey gəlsin. Görək nə olacaq. Güvənini boşa çıxarmamasını, onun o İrana, farslığa güvəndiyi istəmir boşa çıxsın. Çıxarmamasını, yəni çıxarmasınlar. Arzuladığı imgəsini, imgə keçən cəlsədə yox da, image sözündəndir. Beyində olan bir təsvir, bir inanc. Arzuladığı imgəsini kəndi üzərinə yansıtmasını istər. Deyir ki, o arzuladığı
təsvir ki, zehnində var, mən ustandar olum, fərmandar olum, rəis cümhur olum, hər nə deyir o, ya məsələn, caizə alım filan, ya bu paltarı geyim, o imgə, o təsvir ki, zehnində var, onun kəndi üzərinə yansıtmasını, onu öz üstünə gətirməsini, özün o şəkildə görməni istər. Deyir, özün istər o şəkildə görsün. Burada bir parantez arası, dırnaq arası var idi. Onu oxuyaq, görək nə deyirdi. Sümürgələşdirilənin ulaşmayacağı bir ideal. Deyir, bu adamın zehnində o simgə dedi nədir? Sümürgələşdirilən insan, türklər, prezident ola bilməzlər. Rəhbər ola bilməzlər. Qəşqailər, türkəmənlər, rəhbər olanmazlar, prezident olanmazlar. Xanımlar, prezident olanmazlar, rəhbər olanmazlar, dadgahlı qazi olanmazlar. Ərz edeyim xidmətsə, qızlar, xanımlar, ərləri icazə verməsə, məmləkətdən çıxanmazlar. Bu o incədir ki, şeydə o təsvir ki, onun zehnində var, deyir ki, bu sümürcə olan, baxın, buradan bilirik ki, xanımlar, qızlar sümürcədirlər. Yəni elə bu hüquqlar ki, görürük, yoxdur, bunlar arzu eləməzlər hətta onu, çünki də bunlara deyirlər, sizin haqqınız yoxdur ki, haqqı olmayan insan bunu arzu eləməz ki. Onlara deyiblər, sən nə qətt bəzənsən, belə qəşəksən, arzunu burada gətiriblər, burada genişlədiblər. Onun üçün qızlar, oğlanlar, xanımlar çox özlərin arayış edirlər, bəzirlər, çox buyurunları. Niyə? Kişi məni sevsin. Mən bir mataham tükanda gözəllik üçün elir təbiyyətən, amma çox bundan ötürü ki, bir kişilər məni sevsinlər. Niyə? Orada fəqət bunlara bu icazəni veriblər ki, bu arzını eləyə bilsinlər. O birisi aldıra, məsələn, xanımların milyonda neçəsə deyir ki, mən rəis cümhur olacağım, heç birisi. Çünki əslən bu rəis cümhur olmaq imkanı həm xanımlara bağlıdır, həm türklərə bağlıdır, həm ərəblərə, həm bəluçlara, həm sünnilərə, həm qəşqailərə, həm türkəmənlərə bağlıdır. Onlar heç vaxt rəhbər ola bilməzlər, rəis cümhur ola bilməzlər. Bir ideal, bir arzu, bir idealdır, yəni xiyalın yap belə yüksək səviyyəsində ki, ona çatmazlar və taşıdığı ərdəmlərinin kusursuzca doğrulanmasını. Deyir ki, ha belə sümürcə insanı daşıdığı ərdəmlər dedik, usul-i əxlaqi. Ərəbcə sözdür usul-i əxlaqi, türkçəsi ərdəmlər. Deyir, o usul-i əxlaqinin də bilirlər ki, kusursuz, nəqsisiz doğru olmasını, yəni yaşaya bilmələrinin də imkanı yoxdur. Biz türk kimi yaşayaq. İmkanı yoxdur. Yəni, sən türkçülük eləsən, səni tutacaqlar. Pan-türkü buna görə deyirlər ki, türkçülüğü müttəhəm eləyərlər səni. Yəni, ittiham qoyarlar. Türkçülük, mən türkəm, türk kimi yaşamalıyam. Yəni, mən pan-türk olmalıyam, fars, ingiliscə desək da. Mən pan-fars olmalı deyirəm ki, çünki mən əslən türkəm. Adam özünü nifrət eləməz ki, özünün millətini sevər. Amma yox, burada o cür eləmirlər. Çoğunluqla umudu sayəsində buna az-çox inanır. Deyir ki, o umudun sayəsində, əksəriyyətdə, o umudun kölgəsində ona da arzu edər ki, ona yetişsin. Çoğunluqla umudu sayəsində, özünün içində olan umudun sayəsində buna az-çox, o istədiklərinə, o beynində olan incələrə az-çox inanır, onlara inanar. Özünü inandırar. Mən istəyirəm rəis cümhur olam, gərək vilayət fəqihi qəbul eləyəm, İrançılığı qəbul eləyəm, farsı dilin qəbul eləyəm, azəriçılığı qəbul eləyəm, türk yoxdur, onu qəbul eləyəm. Bunlar deyir ki, o incələri ələ gətirmək üçün bunlara az-çox inanacaqdır. İnanc da iki cürdür, dostlar. Bir inanc müsbətdir. Məsələn, vilayət fəqihə inansın, İrançılığa, farsçılığa filana inansın. Bir də mənfidir. Silməkdir. Nədir? Türkçülük yoxdur, türkçülük pisdir, Azərbaycançılıq pisdir, türk pisdir, biz Azəri yox filan, bunlar da mənfisidir. Anıları hala tazə olan yeni gəlmiş sümürgəci yurdu haqqında kidəmli
kolonyalistlərdən çox daha böyük bir doğruluqla söz edər. Deyir ki, taza gələn, onlar ki, taza köçüblər Azərbaycana, dövlət onları taza göndəribdi. Bunlar İrancı, ya taza işə alınıblar. Bunlar çox İrancı olarlar, çox panfars olarlar, görsədərlər özlərini, ta onlar ki, qədimi tərdilər. Niyə? Beləsi bir şey deyir. Deyir ki, anıları, anı yəni xatirə, anıları hala tazə olan, yəni hələ təzədir da, bunların xatirələri gəldikləri yerdən, iş aldıqlarından təzədir. Bunlar yeni gəlmiş sümürgəci, belə bir taza gələn bir sümürgəçi ki, gəlib Azərbaycanda işləsin, ya Azərbaycanda dövlətə istihdam olubdur. Bunlar ana yurtda haqda, İran və farslılıq haqda kidəmli yəni qədim olan. Məsələn, mən bugün gəlmişəm, biri ki, dünən məndən gəlibdir, qidəmlidir, yəni qədimidir. Qədimi, elə qidəm sözündən gəlir, qədim sözündən gəlir, biraz türkləşibdir. Qədim özü ərəbcədir. Fikirlə farsıda heç qədim sözünə muadil yoxdur. Cədid vardır, qədimdəki cədid. Hər ikisi təzadır. Fikirləm ki, pişindəki o mənaya gəlmir. Qidəmli kolonyalistdən, biraz qabaq gəlmiş kolonyalistdən, sümürgəçidən nə deyir ki, çox daha böyük bir duyğuluqla, içəridə bir taza bir duyğuları var bunun da, oradan gəlib dəlifəyirlər, İrançılıqdır, filan işə alıblar bunu, ona bir təəssüf görsədir, ki, bu işdə qalsın. Söz edər. Deyir, çox bir böyük bir şeylər ondan danışar. İrançılıqdan, farsçılıqdan, dövlətdən, vilayət fəqihdən, filandan çox danışar. Qədimkilərə nisbət. İki ölkəyi kaçınmaz olaraq qiyaslararkən, deyir, bu iki ölkəni bir-birindən qiyaslar. Kaçınmaz, yəni qeyri-qabilə şeydir, imkandır ki, qiyaslamaya. Azərbaycan və Tehran, Azərbaycan və Şiraz, Azərbaycan və İsfahan. Deyir, bunları daimən qiyaslar. Farslar və türklər, onların dili bizim dilimiz. Orada ruznamə var, televizyon var, kitabların hamısı o dildədir, iqtisad orada çoxdur, pul orada çoxdur, evlər orada bahadır, orada insanlar çox qazanır. Hey, həmişə bunu qiyaslar ondan. Olaraq qiyaslar, qiyas sözü ki, ərəbcədir, onun yenə də fikrin ki, qiyas sözünün də farsçada muadili yoxdur. Bizdə tutturmaqdır. Tutdurar. Yəni, türklərdə tutturmaq var. Məsələn, bunu bundan tutdur. Qarşılaşdır. Bu qiyas deməkdir. Amma ərəbdə fikirən müqabilə gərək deyərlər, müqabilə də ərəbcə sözdür. Alacaq və verəcək hansı hala, alacaq və verəcək hanəsi hala rəqabət edə bilir. Deyir ki, hələ də ki var, oradan yəni gəlibdir, deyir ki, bunlar alacaq verəcəkləri hanəsi olur ev, xanədən gəlir, fikrin farsça sözdən gəlmiş olacaqdır. Hələ deyir ki, bunu da rəqabət elər bu alacaq verəcəklər, yəni ori ilə, Farsistanla, ya farsların yaşadığı yerlərlə. Mən bu Farsistan sözünü o zaman işlətmişəm, elə bu zihnimdə qalır, ki, Farsistan adında bir yer yoxdur. Farslar yaşayan yerlər vardı ki, türklərindir, ya o birisi millətlərindir. Məsələn, Kirman ola bilər ki, Bəluçistanın olar, çünki Bəluçistan bənzir, həm milləti olaraq rəngləri, həm torpaq olaraq havası, iqlimi. Məsələn, Şiraz ətrafları hamısı Qəşqaistanındır. Ondan sonra haran deyim. Bu cürsü, yəni bunlar kolonyalist ana yurdunun canlı gerçəkliyini unutmuş gibidir. Deyir, bir kolonyalist, bir sümürgəçi, bir müstəistemarçı ana yurdunu, öz yurdun canlı gerçəkliyini, o yurdun canlı varlığını, gerçək dedik ki, həqiqət sözü ki, ərəbcədir, onun türkçəsidir.
canlı varlığını unutmuş kimidir. Nəzərə gələr ki, onlar öz vətənlərini unutmuş kimidirlər. Yıllar içində sümürgenin karşısına ana yurdunu öyle bir anıt gibi dikmiştir ki sümürge ona kaba ve bayağı görünür. İndi bu bayaq sözü çox tazadır. Elə burada da qoyacağım qalsın. Çünki sətr qutardı. Mən də yoruldum. Bu qədər qalar. Fikrim bir saat belə oldu danışmağım. Yıllar içində, illərin içində sümürgenin karşısına, sümürgenin qabağına, biz sümürge olmuşuq. Bizim topraklarımız, millətimiz, beynimiz. Karşısına ana yurdunu öyle bir anıt xatirə ya bir yad, elə bir ondan yad elər ki, onu gətirər ki, gibi dikmiştir. Anıt burada olur. Məsələn, bir qəbrin üstündə bir şey tikirlər. Məsələn, Atatürk'ün mücəssəməsi. Bu anıtdır. Firdevsinin mücəssəməsi anıtdır. Deyir, elə bir anıt, onu bir anıt özündə yaratmışdı ki, sümürge ona kaba və bayağı görünür. Ona qaba ərəbcə, farsça doroşt, zomoxt. Qaba yəni biraz çirkin görünür. İcazə buyurun bu şeyi əgər mən eləyə bilsəm bu kəlmə gördüm tazadır mənim üçün, onu görürüm ki bunu Google Həzrətlərindən soruşum. Nə deyir Google Həzrətləri? Bunu nəyə tərcümə edir? Türkçə sözlükə geçsək əgər kaba dedik çirkin və bu mən burada kağızı çıxartmışam bura, o birisi səhvəyə baxıram. Bayağı, görək ki bu bayağı nədir? Burada bizə deyəcəkdir bayağı. Burada İngiliscəsi pretty'dir, yəni gözəl. Bayağı çox. Deyir ki, hər halda bu sümürge insanını və sümürgəni nə görər? Ona kaba, onun zehnində sümürge insanı, Azərbaycanlılar, Türklər qaba, biədəb, məsələn, onlar coş desinlər, sən onlara etiraz eləmə. Onlar soyuş versinlər, təhqir eləmsə, sən onda bunlara nə deyəcəkdir? O nümayəndəni yadınıza saxlayın, deyəcək ki, bunlar türklər bizi vurarlar. Yəni, pis görəcəklər səni. Kaba və bayağı, yəni çox, burada yazdı ki, çox görərlər. Bu da bu. Dostlar, elə burada qoyaq qalsın və 44-cü səhifənin əvvəlindən qalsın. Bunu yarın oxuruq. Çox sağ olun, təşəkkür edirəm ki, varsınız. Xahiş edəcəm videoları yayın. Dostlarımız da bunları görsünlər. Fikirləri olsa, düşüncələri olsa, tənqid eləsələr, tartışsınlar, tənqid eləsinlər və göndərsinlər. Hamımız faydalanaq. Sağ qalın dostlar. Görüşmək üzrə.